Dəyərli dostlarımız, Masazır qəsəbəsində tam mərkəzdə ev axtaranlar buyursun zəng eləsin. Yola çox yaxın bir məsafədə yerləşir. Dəyərli dostlarımız, mərkəzi prospekt yola 50 addımlıq məsafədədir. Kupcalı 150 min manata 5 otaqlı sizlərə mülk təqdim eləyirəm. Mülkümüzün həyətinə sərbəst şəkildə 2 ədəd avtomobil daxil etmək mümkündür və mülkümüzün ümumi üst fasadı ilə həyətyanı sahəsi və çöl tərəfi ağlay daşlarla örtülüb. Dəyərli dostlarımız, iqamətgah kimi bir ev təqdim eləyirəm sizlərə. 5 otaqlıdır, yerdən kürsülüdür, yetəri qədər kürsüsü var. Həyətyanı sahədə tamet daşlarla örtülüb və gecə işıqlandırılması üçün divarlara və evin ümumi üst fasadına gizli işıqlarına kimi dəyərli dostlarımız vurulub, hazır vəziyyətdədir. Pultla idarə olunan jalüz qapı və kaletka qapı. Həyətinə də 2 ədəd sərbəst şəkildə avtomobil daxil etmək mümkündür. Qaz, su, işıq, kanalizasiya hamısı mərkəzidir, hamısı. Geniş bir şəkildə evin ümumi fasadı və həyətyanı sahəsi ilə tanış olaq və keçək mülkümüzün daxili ilə də tanış edəcəm sizləri. Dəyərli dostlarımız, mərtəbələr arası monolit betondur. Monolit betondur. Buradan padval sahəsinə giriş xoduna kimi qoyulub. Hətta birinci mərtəbə də monolit betondur. Birinci mərtəbə monolit betondur. 1 ilə 2-nin arası da monolit betondur. İdeal sizlərə bir mülk təqdim edirik. Gəl keçək evin içi ilə tanış olaq. Yerdən 5-6 daş kürsüdə inşa olunub. Çox bahalı bir təmir olunub. Bahalı təmir. 150 min manatadır. Real müştərilərə indirim də nəzərdə tutulub. Əla indirim olunacaq. Gəl bismillah elə evin içinə daxil olaq. Dəhlizdir, mətbəxli, sanitar qovşaqdır. İstipolla üzlənilib. 2-ci mərtəbəyə qalxan pilləkən sahəsidir. Beton pilləkənlər qranit daşlarla örtülüb. Qranit daşlarla örtülüb. Son işlər qalıb. Son iş nədir? Pilləkənlərin tutacaqları vurulub, sil-süpür olunub, tam təhvil veriləcək. Konvey aparatının yeri burada nəzərdə tutulub. İstipolun kollektoruna kimi vurulub hamısı. Əla bir vəziyyətdə də əla. Geniş bir şəkildə Dvuxtarlı qapılı qonaq otağı, yəni ikili qonaq otağıdır. Çox gözəl dizayn edilmiş sizlərə qonaq otağını təqdim eləyəcəm. Modern üslubda yığılmış pəncərə sahəsi öz həyətyanı sahəsinə baxır. Ümumi olaraq birinci mərtəbə istipolla üzlənilib. Dəyərli dostlarımız, istipol TV xəttin yerləri bu evə girərkən, dəyərli dostlarımız, məni cəlb eləyən ustanın əl işi olub. Necə yəni? Bütün otaqlarda gizli işıqlar bir xət boyunca gedir. Bir xət boyunca da biri aşağı yuxarı getmir də. İdeal iş görünüb. Qonaq otağı ilə tanış olduq. Gəl dəyərli qardaşım. Buna bax bir daha. Bahalı bir iş görünüb də. Bahalı qapılar, bahalı təmir. İdeal təmirdir. Hər mərtəbənin özünə məxsus sanitar qovşağı var. Aksesuarların xətlərinə kimi və havalandırmanın pəncərə sahəsinə kimi quraşdırılıb. Hətta burada dəyərli dostlarımız gümüşü, kafel qırağı vurulub da əla. Çox evlərdə bu şey yoxdur. Burada yerləşir mətbəx sahəsi. Hər bir tərəfə pəncərəsi var. Pəncərənin qarşısında heç bir maneə tutmur. Dəyərli dostlarımız, bura qonşu tərəf olan küçədir, yəni məhəllədir. Maşın gedir gəlir, qonşu maşın alır. Bura mətbəx sahəsidir. Mətbəx nevi, yerləri, aksesuarların xətləri, spot lampalar hamısı bağlanıb da əla vəziyyətdə. Burada da yerləşir bir yataq otağı. Bu da digər bir yola baxır. Qarşısında heç bir maneə yoxdur. Birinci mərtəbə ilə tanış olduq, dəyərli dostlarımız. Geniş bir şəkildə dəhlizlə də tanış olaq. 150 min manata kupcalı sizlərə mülk təqdim edirik. Əla indirim olunacaq, əlanın əlası. Mənim səhifəmdə bu evi, dəyərli dostlarımız, baxırsınız, bəyənirsiniz, çoxlu da şərh yazırsınız. Çünki bu evi dəyərli qardaşlarımız və bacılarımız çoxları axtarır. Qoy birimizə qismət olsun. Hətta 3 nəfərə də qismət ola bilər. Niyə? Bu ərazidə bu tipli evlərdən 3 ədəddir. Biri budur, ikisində də təmir gedir. Gəlib təmirinə də baxa bilərsiniz. Qalxaq 2-ci mərtəbəyə. Çox gözəl bir ekran işləmələr yığılıb. 2-ci mərtəbəyə qalxan pilləkən sahəsidir. Videoda qeyd etdiyim kimi son işlər qalır, təmizlik və pilləkənin qırağının tutacaqları vurulacaq, dəyərli dostlarımız. 2-ci mərtəbənin dəhliz vasitəsidir. Dəhlizdən eyvana keçid etmək mümkündür və dəyərli izləyicilərimiz burada kondisionerin xəttinə kimi, elektrik xəttinə kimi hamısı çəkilib, eyvana keçid etmək mümkündür. Gözəl bir modern üslubda qapı sahəsi yığılıb. Zəhmət olmasa bir də tavan sahəni göstər.
Dəyərli izləyicilərimiz, hər bir tərəfin gizli işıqla kimi tavan sahədə düzünə xətt gedir, düzünə xətt, dərə təpə yoxdur. İdeal iş görüb də, hər kim ki işləyib bu sahəni, Allah onun ruzusunu versin, hər zaman belə iş görmək lazım, belə. Çünki ürəyə yatan səlqə səhmanlı ev bugünkü gündə bazarda çətin məsələdir tapılsın. Mənə şəxsən ləzzət elədi bu ev. Çox xoşuma gəldi, əla bir evdir. Allah hər bir kəsə, evi olmayan hər bir kəsə ev qismət eləsin. Gəl burada yerləşən yataq otağına bax. Burada tamam bir fərqlidir. Dəhliz vasitəsində olan gizli işıq ağ rəngdədir, burada sarı rəngdədir. Boy ha boy düz xətt boyunca tavan sahəni tutur da dəyərli dostlarımız. İdeal bir işdir. Bu bir qonaq otağı, yekə bir yataq otağı üzr istəyirəm. Burada yerləşir sanitar qovşaq. Hər mərtəbənin qeyd etdiyim kimi özünə məxsus sanitar qovşağı var. Çox bahalı bir materiallardan istifadə olunub təmir zamanı. İkinci yataq otağı. Pəncərələrin qarşısının hamısı açıqdır, hamısı. Birinci mərtəbə istipolla üzlənilib, ikinci mərtəbə radiatordur dəyərli dostlarımız. Radiator vasitəsilə qızdırılır. Burada yerləşir sonuncu yataq otağı, sonuncu yataq otağı. Bu yataq otağının da belə bir izahat verim. Pəncərəsi aşağıdan da ola bilər. Yəni bugünkü gündə bu pəncərədən digər qonşunun həyətinə baxmamaq üçün ev sahibi, evi tikdirən şəxs bu vəziyyətdə qoyub ki, qarşı tərəflə söz-söhbət olmasın. 150.000 manata sizlərə 2 mərtəbə 5 otaqlı Masazır qəsəbəsinin tam sentrində, Masazır dairəsindən girdin dəyərli dostlarımız, tam yolun qırağında 50 metrlik məsafədə sizə 2 mərtəbə 5 otaqlı kupçalı mülk təqdim etdim. Gələn videolarda sağ olun, sağlıqla qalın.